Salam, bizim Sədanın bazar günü efri ilə studiyada mən Elçin İmanovdur. 40-cı buraxılışımızda xoş gördük sizləri. Черные глаза, вспоминаю, умираю, черные глаза, я только о тебе мечтаю, черные глаза, самые прекрасные черные глаза, черные глаза, черные глаза. Boş vaxtlarında əylənmək, mahnı oxumaq doğrudan da insanın əhvalını açır. Onu bir anlıq da olsa başqa aləmə götürür. O aləmdə ki, orada sən artıq başqa bir adam olursan. Səni narahat edən problemlərdən əsər əlamət belə qalmır. Allah bu karaokeni yaradanın atasına rəhmət eləsin. Həftə sonu dost-tanışla gedib, oxuyub əylənə bilirik. İnanın ki, həftə ərzində topladığım bütün stresi, mənfi enerjini atıb oluram anadan gəlmə yeni bir adam. Mənim bu fikirlərimdən sonra iş yoldaşımız Şəfiqə də üz tutub karaoke klublara. Orada o qədər oynayıb, oxuyub ki, dil boğaza qoymayan, danışmaqdan doymayan, bütün günü qulağımızı dəng edən səsi batıb. Bir dəfəli yox ha, bir neçə günlük. Şəfiqə, belə də yox da. Mən dedim ki, gedib mahnı oxuyasan. Demədim ki, gedib qışqırıb olan qalan səsində batırasan. Nəysə, narahat olma, müvəqqətidir. Belə də ki, keçmiş olsun. Hələ keçmişdə insanların ən çox sevdikləri əyləncələrdən biri asudə vaxtlarında bir yerə yığışaraq mahnı oxumaqdan ibarət idi. Texniki vasitələrin olmadığı keçmiş zamanlarda birgə mahnı oxumaq insanların biri-biri ilə ünsiyyətini təmin edirdi. Bugün texnikanın inkişafı dövründə radio və televiziyanın həyatımızda böyük yer tutmasına baxmayaraq, birlikdə yığışaraq mahnı oxumaq adəti yenə də öz əhəmiyyətini itirməyib. Bir fərq var ki, indi mahnıların karaoke oxunmasına daha çox önəm verilir. Bəs karaoke özü nədir? Karaoke elə yerdir ki, orada gəlirlər, maşallah, hamısı oxuyanlar da, oxumazlar da, hamısı gəlirlər və orada mahnıları oxuyurlar. Və nə istəyirsən, hansı mahnını istəyirsən, hamısı orada var. Ona görə adamlar istirahət edir. Siz bilirsiniz ki, adam oxuyanda o sağlam qalır. Niyə görə? Çünki oxuyanda onun hissləri çox gözəlir və çox cavanlaşır. Mən də ona görə cavanam ki, oxuyuram da. Karaoke Yapon sözü olub, iki sözün birləşməsindən yaranıb. Kara boş mənası, o ki orkestr mənasını verir. Mən sənə qurban, mən sənə heyran, mən sənə qurban, mən sənə heyran. Karaoke oxuyan zaman yaxşı və üzrəyən səslərin olması heç əsas deyil. Heç mahnının sözünü əzbərdən bilməsən də olar, çünki göstərsəniz monitor kömək edəcək. Karaokedə əsas odur ki, oxuduğun mahnını eşitmirsən və ritmi tuta bilirsən. Qəhrəmanımız Vüsal Sadıqov artıq 3 ildir ki, karaoke klublarının daimi iştirakçısına çevrilib. Onun sözlərinə görə o həftədə ən azı 4 dəfə karaoke kluba gəlməsə mənəvi rahatlıq tapılır. Karaoke mənim üçün bir əyləncədir. Vaxtını öldürürəm, həm də ki, necə deyim, bir mənim üçün rahatlıq yaradır. Karaoke oxumaq istəyən şəxs monitorda göstərilən melodiyanı öz səsi ilə ifa etməlidir. Bu əyləncəli oxu tərzi karaoke klublara toplaşanların ürəyincədir. Mən bir gənc olub bütün günü boş vaxtlarımı burada keçirdirəm. Bütün məsləhət görürəm ki, bütün gənclərə boş vaxtlarında əylənməyə, istirahət etməyə karaoke üstünlük versin. Çünki burada insan daha çox özünü rahat hissi və əhval-ruhiyyəsi daha rahat olur. Karaoke mənim çox sevdiyim yerdir. Boş vaxtlarımda gəlirəm, padruqalarımla, dostlarımla, istirahət vaxtlarımda gəlib günümü burada keçirdirəm də. Yəni mənim üçün xoşuma gəlir, oxumaq, əylənmək ən çox sevdiyim şeylərdir. Bugün paytaxtda da karaoke klubların sayı kifayət qədərdir. Bura əsasən qrup şəklində gələnlər çoxluq təşkil edir. Gənclərin tez-tez bura toplaşıb tanınmış ifaçıların ifa etdikləri mahnıları fonoqramın müşahidə ilə oxunması artıq əyləncəyə çevrilib. Bugün karaoke klublara daha çox üst tutanlar isə əsasən qızlardır. Qızlar maşallah gün orta 12-dən açan kimi buradadılar. Yəqin ki, oxumağı sevirlər, ondan irəli gəlir. Müştəri sarısından korluq çəkmirik. Karaoke klublar Bakıda ay-ba-ay artır, yeniləşir.
karaoke klubların sahibləri daha yeni ideyalar gətirirlər karaoke. Azərbaycan mahnıları karaokelərdə istifadə olunur. İndi paytaxtdakı karaoke klublarda Azərbaycan musiqilərinə daha çox üstünlük verilir ki, bu da xarici dildə mahnı ifa edə bilməyən insanlara öz istedadlarını nümayiş etdirməyə imkan verir. Karaoke klublara peşəsindən və yaşından asılı olmayaraq hər kəs gələ bilər. Məqsəd isə birdir, mənfi təsirlərdən uzaqlaşıb, emosiyalarını günlərlə, aylarla yığdığı əsəbə ata bilmək. Belə bir deyim var ki, karaokeyə alınmamış müğənnilər gəlirlər. Alınmamış müğənni, yəni ki, həyatda oxumağı çox sevir, amma bu peşəni hansısa səbəbə görə seçməyib və yaxud alınmır onda. Elə insanlar karaokeyə gəlirlər, oxuyurlar. İnsanlara demək istəyirəm ki, karaoke klublara gələndə utanmasınlar, oxusunlar, səslərindən çəkinməsinlər. Yavaş pütələşərək bəlkə elə kimsə elə müğənni oldu. Qeyd edək ki, dünyada məşhur sənətçilərin əksəriyyəti öz sənət yoluna məhz karaoke klublardan başlayıb. Məsələn, Hollywood aktrisası Cameron Diaz öz müsahibələrində dönə-dönə bildirir ki, onun müğənni kimi puxtələşməsində karaoke klublarının çox böyük rolu olub. Klub sahibləri müştəri cəlb etmək üçün müxtəlif viktorinalar, oyunlar təşkil edirlər. Qalib gələn şəxslər isə mükafatlandırılır. Bu isə öz növbəsində əyləncəyə əyləncə qatır. Bugün karaoke klublar dünyada ən gəlirli biznes hesab olunurlar. Şəfqə Murad qızı, Elvin Muradov, Həmid Əhmədli, Lider TV. Başın, dişin ağrısın. Şəfiqənin səsinə o qədər lağ edib güldüm ki, onun qarğışına tuş gəldi. İndi neçə gündür dişimin ağrısından dura bilmirəm. Gah ağrıyır, gah dayanır. Nə məclis bilir, nə çəkiliş. Harda tutdu, ağrıdan öldürür. Adam nə qədər dərman atar, qarqar edər. Yox, xeyri yoxdur. Çəkdirməsəm alınan deyil. Amma bunun da bir əmması var ki, diş həkimlərini 100 metr kənardan görəndə belə canıma vəlvələ düşür. O da ki, ola başının üstündə cəllad kimi duralar. Nə gizlədim? Onlardan lap it kimi qorxuram. Baxmayaraq ki, Solmaz hər dəfə mənə ürək-dirək verib, indiki zamanda diş çəkdirmək, su içmək kimi asan olub. Gəl səni aparım həkimə. İnan heç ruhun da inciməyəcək deyir. Amma mən inana bilmirəm ki, bilmirəm. Bu qorxu içimdən çıxmır. Niyə? Buna səbəb nədir? Axı mən o qədər də qorxaq adam deyiləm. Nəysə, gəlin bu sualları elə Solmazın özündən soruşaq. Aha, tapdım. Çək mənim kimi. İnsanlarda diş həkimi və ya stomatoloq kimi sözlər mənfi assosiasiyalar doğurur. Bəziləri isə ümumiyyətlə bu həkimlərdən panik olaraq qorxurlar. Axı niyə? Hansı səbəbə? Qorxanların say çoxluğunu nəzərə alıb bu məsələni araşdırmaq istədik. Siz qorxursunuz diş həkimindən? Hə. Getmisiniz diş həkiminə? Çox getmişim. Yəni incidirdi. O incidirlər, qışqırığım köpdür, ailəmə incidir. Mən qorxmuram, yox, qorxmuram. Qorxmaqdan qorxmamışam heç vaxt, doğrudan deyirəm. Yəqin ki, ağrısına görə ya. Məsələn, mən özüm şəxsən bir dəfə getmişəm, savadsız həkim olub, yəni olubsa, ağrıdıb, ondan sonra çəkinmişəm. Ağrı yada düşür ki, ağrıdacaq, ağrı olacaq ona görə. Əslində, hər bir həkim və müalicə ilə bağlı hissiyatlar həyəcan doğura bilir. Amma stomatoloqlar bu sırada birinci yerdə durur. Bu, insanın uşaq vaxtı diş həkimi kabinetində qorxduğu və mənfi təsir aldığı üçün ola bilər. Mən həmişə soruşuram ki, uşaq vaxtı səni zorla dişini çəkdiblər. Çox vaxt 90% o pasiyentlər deyirlər ki, bəli, qolumdan tutublar, əlimdən tutublar, qışqırda diş çəkdiblər. Uşaqlarda da baxmayaraq ki, süd dişidir, iynəsiz diş çəkəndə o çox pis ağrı verir. Elə uşaqlar iynə vurmağı qoymurlar, qışqırda ağrılı elə çəkəndə ömürlük stresli onlar. Sorğunun nəticələri bir daha təsdiq etdi ki, diş həkiminin qorxusu uşaqlıq illərinin xoş olmayan xatirəsidir.
Uşaqlıq emosiyaları isə bildiyimiz kimi çox gec silinir və bəzən həyatı boyu bizi tərk etmir. Diş çəkdirməkdən qorxanlar elmdə stomatofobiya adı ilə məşhurdular. Psixoloqlar hesab edir ki, bu qorxunun yaranmasına kənardan formalaşan fikirlərin də təsiri az deyil. Hər bir proses və hadisə insanların yanaşması fərqli olur. Konkret diş ağrısı ilə bağlı, dişin çəkilməsi ilə bağlı məqama gəldikdə isə insanın belə deyək də fiziki durumunda, səhhətində hər hansı bir problem ola bilər, olmaya da bilər. Ancaq diş belədir ki, hər bir insan yaşam boyu 1-2 dəfə bu prosesi keçmək zərurətində qalır. İstər uşaqlıqda, istər böyük olduğu təqdirdə. Diş özü sinir sistemi ilə birbaşa bağlı bir şeydir və ona görə də orada hər hansı bir əməliyyatın aparılması insanın sinirinə toxunur və nəticədə qorxmaq, gərgin olmaq, əsəbi olmaq və bu qorxunu da, bu ağrını da hər insan eyni cür qəbul etmir. Ən maraqlısı odur ki, belə insanlar diş ağrılarını günlərlə dözməyə razıdırlar, nəinki klinikaya ayaq basmağa. Və yaxud da həmin şəxs o qədər ağrı kəsici dərmanlar qəbul etməli olur ki, bunun da öz mənfi təsirləri var. Bundan başqa dişlərdə gedən dağıdıcı proses daha da dərinləşir və nəticədə dişi çəkdirməkdən başqa bir yol qalmır. Aparılan araşdırmalar göstərir ki, insanlar dişlərini müalicə etməkdən deyil, bu prosesin özündən qorxurlar. Kimisə bir dəfə stomatoloqun yanında əziyyət çəkib və gözü qorxub, kimisi isə bunu görənlərin danışdığı dəhşətlərdən qorxur. İkisi də eyni səbəbdir. Dözülməz ağrı. Hələ mən burğu aparatının səsinin dəhşətindən danışmıram. İşə başlamamışdan öncə, yəni bu müalicə prosesinə başlamamışdan öncə düşüncəmizdə belə bir fikir var ki, bu ağrılı bir prosesdir. Əslində, məsələnin kökündə yatan faktor birbaşa psixolojidir. Yəni, biz diş ağrısının özündən qorxuruq, dişin çəkilməsindən yox. Bu ağrı prosesini sözün özündən qorxuruq. Ona görə də çox vaxt insanlar var ki, dişlərində hər hansı bir problem var. Məhz ona deyilib ki, diş ağrısı dözülməz bir ağrıdır deyə o diş həkiminə müraciət etmir və nəticədə digər problemlərə yol açır. Tutaq ki, ürək damar sisteminə öz təsirini göstərir, sonra mədəyə öz təsirini göstərə bilir. Stomatoloqlar bu qorxuya qalib gəlməyi tövsiyə edir. Əks halda dişləriniz bərbad günə düşə bilər. Unutmayın ki, dişdə yaranan adi balaca karies piramida şəklində yayılır və buna fikir vermədikdə onun alt hissəsində çürümə prosesi başlayır. Çox qısa bir zamanda diş dağılıb ağrımağa başlayır. Bu da o deməkdir ki, siz artıq həkimə getməyə gecikdiniz. Amma ziyanın yarısından qayıtmaq da xeyirdir. Olur ki, ağrıyır da gəlmirlər. Sonra proses gedir dişin kök ətrafına. Orada kökünü müalicə etmək lazım olur. Bir də görürsən, onda da gəlmirlər, diş qırılır, köklər qalır, onda da dişi çəkirsən, diş məhv olur. Bəs qorxuya necə qalib gələk? Psixoloqlar tövsiyə edir ki, ilk olaraq diş həkiminin qəbuluna vaxtında gedin. Çünki yarım saat tez gəlsəniz, xəstəxananın atmosferi və qorxusu sizi həyəcanlandıracaq və yaxud sizdən əvvəlki xəstənin səsini eşidib qorxuya düşə bilərsiniz. İkinci, ilk müayinədən qorxmayın. Ona maksimal olaraq 20-30 dəqiqə ayrılır. Bu zaman siz həkimdən müalicəniz haqqında hər tərəfli soruşun və növbəti gəlişə psixoloji hazır olun. Növbəti tövsiyəm. Stomatoloqa keçmişdən diş həkimi ilə bağlı yaşadığınız qorxu hissindən danışın. Həkim bunu biləndən sonra sizə yanaşmanın yolunu asan tapacaq. Və sonda diş həkimlərindən qorxmamaq üçün təkcə sakitləşdirici dərmanlar atmaq kifayət deyil. Ən yaxşısı dişinizdə olan problemlərinizi vaxtında həll eləyin. Ən azı 6 aydan bir onları yoxlatdırın. Onda qorxu hissiyatından və xoşa gəlməz proseslərdən azad olmuş olarsınız. Solmaz Süleymanlı, Orxan Ədalətoğlu, Lider TV.
lunatiklər. Əgər gecənin bir vaxtı durub görsəz ki, kimsə yuxudan durub dəli kimi gözüyumlu otağın ortasında gəzir, qorxmayın. Bu o deməkdir ki, sizin yaxınlarınızdan biri lunatikdir. Ancaq nə badə həmin ona yaxınlaşıb niyə belə elədiyini soruşasınız. Qətiyyən olmaz. Bəziləri bunu xəstəlik, bəziləri isə irsi keçən sindrom adlandırsa da, alimlər birinci versiya üzərində dayanırlar. Tibbdə somnambulizm adlanan bu xəstəliyin yaranmasına səbəb kimi isə stres, gərginlik və yorğunluq göstərilir. Xalq arasında lunatizm, yəni yuxuda gəzən anlamını verən belə xəstələrlə rastlaşıqda onları sadəcə izləyin. Yalnız təhlükəli anlarda onlara yaxınlaşıb saxlamaq, yataqda uzatmaq olar. O da yəqin ki, pilləkandan və yaxud da pəncərədən düşmək təhlükəsi olarsa. Əgər belə bir qorxu yoxdursa, onda qoyun özü üçün nə qədər istəyirsə gəzsin. Çünki lunatiklər biraz gəzdikdən sonra yenidən yataqlarına qayıda bilirlər. Daha ətraflı isə Ayaz danışacaq. Elmdə somnambulizm, el arasında lunatik kimi tanınan bu xəstəlikdən hazırda bəşəriyyətin 12%-i əziyyət çəkir. Hələ indiyə qədər aşkarlana bilməyən lunatizmin kökündə nə dayandığı bəlli deyil. Mənim versiyama görə onlar idarə olunurlar. Onların şuuru idarə olunur kənardan. Paralel aləmlər, paralel dünyalar haqqında biliklərdən izah eləsək, sanki o bizim də eyni deyil, bir yerdə, bir məkanda yerləşən paralel dünyada olur. Lunatik latın sözüdür. Mənası yuxuda gəzən deməkdir. Hələ qədim dövrlərdə də belə insanlara rast gəlinib. İlk lunatik kimi tarixə düşən şəxs isə Şumer dövlətinin xanım şahzadəsi olub. Gecələr yuxuda gəzdiyi üçün hamı ondan qorxarmış. Elə buna görə də şahzadə ömrünün sonuna kimi ərə gedə bilməyib. O dövrdə insanlar onu şeytanın övladı adlandırdılar. Bəzi təhqiqatçılar bunu yad planetlilərin insana təsiri, bəziləri isə insan beynində olan genlərin yerini dəyişməsi nəticəsində yarandığını iddia etsələr də, bu hələ tam sübuta yetirilməyib. Gecə yarısı durub, gəzmə halı olan insanlar çox vaxt ev işləri ilə məşğul olurlar. Onların ən sevdiyi iş isə çirkli paltarları və qabları yumaqdır. Bəzən elə hallar olur ki, lunatiklər hətta qonşunun məhəlləsinə keçərək onun həyətini də təmizləyir. Amma o gözü açıq vəziyyətdə gəzdikləri halda bizim gördüyümüz kimi onlar dünyanı görüb dərk eləmir. Onlar görməsi tamam başqadır. Yəni, lunatizm vəziyyətində olan insan sənin üstünə gəlirmiş kimi gələr və sənin toxunmadan yanından ötüb keçib gedib öz işi ilə məşğul olur. Sən onun üçün sanki yoxdur. Ətrafda ola bilsin müəyyən predmetləri, əşyaları görə bilər, amma insanları fərq edə bilməz. Somnambulizmin yaranma səbəbi stres, gərginlik və yorğunluq göstərilsə də, mütəxəssislər xəstəliyin əmələ gəlməsində nevroz və epilepsiyanın elementlərinin olduğunu da istisna etmirlər. Lunatiklərdə gecə gəzmə halları saat 3-4 arası baş verir. Gəzintilər 5 dəqiqədən 1 saata qədər çəkir. Beynin bir hissəsi işləyir, bir hissəsi yatmış vəziyyətdə olur və yuxu fazasında olur. Bu həqiqətən təzadlıdır. Bir olur yuxunun ən dərin fazasında, bu da bir təxminən 2-4 arasıdır, bir də səhərə yaxın. Artıq uyanmağa yaxın olmaqda çox aktiv olur. Bu aktiv olduğu dövrdə də deməli insan bir qədər bu meditasiyanı xatırlayır. Çünki yuxuda ruhun bədənindən çıxır və müxtəlif məsafələrə gedə bilər. Hazırda bu xəstəlikdən əziyyət çəkən Sevinc Məmmədova deyir ki, bu hal onda orta məktəbdə oxuyandan yaranıb. Axşamlar gəzirdim, danışırdım yuxuda. Bunlar təbii ki, mamam mənə deyirdi və çox olurdu bunlar. Bu hallar çox olurdu, hər gün olurdu. Düzdür, danışdıqlarım yadımda deyil, amma danışırdım gecələr. Hətta mama deyirdi ki, sən blokda da bir dəfə oturmuşdun. Məhz bu hadisədən sonra elə həkimə müraciət elədim mən. Müalicə yazdılar olar. Ondan sonra hər şey yaxşı oldu. Düzəldi, öz qaydasına getdi. Daha gəzmədim, bir də yuxuda danışmadım. Maraqlıdır ki, lunatiklər yuxuda nə etdiklərini bilmirlər. Qeyri-adi hərəkətlərini xatırlamır və özlərinə cavabdehlik daşımırlar. Məsələn, qaynatasını öldürən Amerikalı lunatikə heç bir cinayət işi açılmayıb.
bizimlə eyni anlayışları, yəni oyaq adamlar da eyni anlayışları paylaşmadıqlarına görə və eyni psixoloji düşüncə tərzində olmadığına görə həmin an üçün, yəni o runatizm vəziyyətində olduğu an üçün onlar başqalarına xəsarət də yetirə bilərlər. Lunatiklərin gecə gəzintisinin qarşısını almaq üçün onların yatdıqları yerin yanına su dolu qab və yaxud da yaş parça qoymaq lazımdır. Çünki lunatiklərin ayaqları məhz yaş parçaya və yaxud da ki, qabdakı suya dəydikdə onlar oyanacaqlar və təzədən yatacaqlar. Ayaz Kazım, Turab Məmmədov, Həmid Əhmədli, Lider TV. Gecəniz xeyirə qalsın. Hər ölkənin öz milli rəqsi olduğunu və bunu nəsildən nəslə ötürməklə daim yaşatmağa çalışdıqlarını bilirik. Elə bizim yallı, naz eləmə, papa, heyva gülü və sair rəqslərimizi buna misal göstərmək olar. Türkiyədə səfərdə olan əməkdaşımız Elnur Niftəliyev qardaş ölkənin qədim rəqsləri ilə maraqlanır. Bizim milli rəqslərlə türklərin milli rəqsləri arasında oxşar və fərqli cəhətləri tapmağa çalışıb. Ən xoşuna gələn türk rəqsi isə Seymənlər adlanan rəqs olub. Bu rəqs çox ağır oynanılan rəqs olub, bir növ bizim Uzundərə rəqsini xatırlatsa da, öz oyun tərzi üslubu ilə fərqlənir. Digər bir fərq isə bu rəqsi əsasən kişilərin oynamasıdır. Seymənlərin kimliyi və bu rəqsin nə zaman, necə yaranması haqqında bizə Elnur Niftəliyev özü danışacaq. Seymənlik Ankara və ətrafında yayılmış bir ənənədir. Kökü Orta Asiya Oğuz türklərinə qədər gedib çıxır. 14-cü əsrdə Ankarada dövlət quran ahilər dönəmində isə seymənlik daha da təkmilləşdirilib. Ehtiyac olduqda seymənlər şəhərin, eləcə də ətraf kənd və qəsəbələrin mühafizəçisi, müdafiəçisi olublar. Seymənliyin əsasında yalnız rəqslər, ifaçılıq durmur. Bu ənənə özündə mərdlik, cəsarət, aqilliyi ehtiva edir. Ankara Mədəniyyətini Yaşatma Dərnəyinin rəhbəri Nəcməddin Palacı deyir, ən vacib məqam odur ki, bu işlə məşğul olan şəxs ruhən seymənliyin mahiyyətinə varsın. Oyunların bütün figürlerin içerisinde bir anlam teşkil eder. Şimdi yiğitlik, mertlik, efelik, büyük küçük kavramı, saygı, sevgi ve edeptir. Biz bu şey içerisinde, edep içerisinde Seymənlik geleneğini gençlere yansıtırken şunu söylüyoruz. Oynamak, çalmak önemli değil. Önemli olan o ruhu yaşamak ve yaşatmak. Ve diyoruz ki gençlere, Seymənlik bir yaşam biçimidir. Seymen öyle durup dururken Seymen olunmaz. Oynamakla da Seymen olunmaz. Seymənliğin bir geleneğinde ant içme vardır. Kama takma merasiminde ant içilir. Ve böyle başıboş ben Seymen olacağım diyemezsiniz. İcazet de olur. 1919-cu ildə Mustafa Kemal Atatürk'ün Ankara'ya gəlişi zamanı da Seymənlər xüsusi hörmət sahibi olub. Türkiyə Cümhuriyyətinin qurucusunu 3000 atlı 700 piyada Seymən qarşılayıb. Onları Efe də adlandırırlar. Ankara, Osmanlı Devleti'ni 1402 Savaşı'ndan sonra yeniden derlenip toparlanmasında en önemli unsur olmuş. Ankara Seymənləri Çelebi Mehmet'i Edirne'de Osmanlı tahtına oturtarak istikrarı sağlamışlar. Bu sene Ankara'nın başkent oluşunun 90. yılı. Cumhuriyet'in 90. yılı. Biz Ankaralılar ve Ankara'yı Tanıtma Vakfı olarak Türkiye çapında büyük programlar hazırlıyoruz. Başta Ankara olmak üzere. Sempozyumlar, kongreler, konferanslar yapacağız. Ama bu arada umuyorum ki gelecekte İnşallah Bakü'yü de ziyaret etmek programlarımız içerisindedir.
Seymənlərin Bakı səhnəsində geniş konsert proqramı ilə çıxışı planlaşdırılır. Elnur Niftəliyev, Elman Əliyev, Lider TV, Ankara, Türkiyə. Bizdən bu qədər. Əgər aranızda yatıb yuxuya qalıb verilişə baxa bilməyənləriniz varsa, təəssüflənməyə dəyməz. Siz bu istəyinizi Bizim Sədanın YouTube-dakı səhifəsinə daxil olmaqla gerçəkləşdirə bilərsiniz. Sağ olun, salamat qalın. Gəl səni aparım həkimə. İnan, heç ruhun da incimir. Yalansa başına daş düşür. Hə, solmaz kimi danışır, belə. Hə, şey oxşayıram, Alyonkaya oxşayıram. Krupnu bir dənə baxın. Az, hey, xan kişinin arvadının qırxıdır. Ora gedirik. Görək, başıma bax, boyunu yerə soxmaq üçün. Allah, məni öldür də. Hə, yaxşı. Bir düşün də, hardan hara keçək, hardan neyniyək. Allah bu karaokini yaradanın atasına rəhmət eləsin. Rəs, i. Rəs, bir. Eşidirsən məni? Mənə eşidirsən, Urxan? Gözlə gələcəyəm, qurbanın olum. Göz. Yenə çornaya glaza. Turetski. Belalım mənim. Hə, yenə çornaya glaza. Pucci, pır. Pır. Sağ olun. Salamat qalın. Gedeyim. Süper. Maral.